1 milyondan çox il əvvəl burdasınız. Quruçay vadisinin dərinliklərində yerləşən Azıq mağarası min illər boyu insanların evi, emalatxanası və sığınacağı olub. Qalın qayalı divarlar sərt küləklərə sədd çəkib. Alovlanan ocaqlar isə həm istilik, həm də işıq bəxş edib. Buradan tapılan daş alətlər və heyvan sümükləri göstərir ki, azıxantrop burada yaşayıb. Ovladığı iri heyvanları emal edib, dərilərindən geyim hazırlayırdı. Quruçayın duru suları həm içməli su mənbəyi, həm də ov zamanı izləri izləmək üçün təbii bələdçi rolunu oynayıb. Gecələr isə insanlar ocaq ətrafında toplaşaraq ov hekayələrini danışır. Gənclərə daş yonma sirlərini öyrədirdilər. Bugün Azıq mağarası həmin qədim həyatın canlı şahidi kimi hələ də sirlərini qoruyur.